baxış tərzi bu idi ki, sən orta məktəbdə oxuyursan, universitetə girmək üçün məktəbə gedib gəlirsən, yox əlbəttə ki. Yəni, sən sabah universitetə qəbul ola da bilərsən, olmaya da bilərsən, başqa bir peşə ilə, sahə ilə də məşğul ola bilərsən. Yəni, önəmli olan sənin universitetə girməyin deyil, düzdür? Universitet oxumayıb, amma yaxşı iş sahibi olan o qədər insanlar var ki. Ona görə də məsələ universitet deyil, məsələ həyata hazırlanmasıdır şagird. Yəni, orta məktəbə gedən şagird, həyatda ona minimum lazım olan bacarıqlara yiyələnir. Məsələn, riyaziyyat müəllimisiniz. Riyaziyyatı hər kəsin bilməsinə ehtiyac varmı? Var. Müəyyən qədər bilməliyik, düzdür? Və ya informatika müəllimisiniz. Dövrümüzdə, zamanımızda, müasir dövrdə informatikanı bilmək lazımdırmı? Ən azından texnoloji avadanlıqları tanımaq lazımdır. Çünki biz onlardan istifadə edirik, düzdür?